Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan, milli mənəvi dəyərlərinin beşiği kimi tanınan Şuşa, əsrlərin sınağından çıxaraq yüzilliklərin daş yaddaşında tarix yazıb. Bu tarix Şuşa haqqında olan bütün məlumatları özündə əks etdirib. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa, ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Bu şəhərin tarihinə nəzər salsaq görərik ki, 1747-ci ildə Nadir Şah Əfşarın ölümündən sonra keçmiş Qarabağ bəylərbəyliyinin ərazisində iki müstəqil xanlıq, Gəncə və Qarabağ xanlıqları yarandı. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın adı ilə bağlıdır. Tarixi mənbələrdə göstərilir ki, Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-51-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə 1750-ci ildə hündür sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-57-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmişdi. Şəhər qalaya çevrilmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə Pənahabad, sonradan isə Şuşa qalası və Şuşa adlandırılmışdır. Erməni separatçı qüvvələrinin Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci ilin mayın 8-də Şuşa şəhəri işğal edildi və şəhərdə xalqımızın tarixi mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində Azərbaycanlıların tarixi izlərini silmək məqsədi ilə 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşudbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini və s. bir çox abidələri yerlə yeksan etmişlər.